kəs bilir ki, böyrək köçürülmüş biriyəm və yəni bunun üçün də daha çox təhlükədədir insan həyatı. Minlərlə, milyonlarla insanlar var, bu problemlə yaşayırlar. Həyatımıza davam edirik, hər şey qaydasında, hamıdan biriyik, yəni fərqliyimiz yoxdur. Böyrək köçürülmüş bir insan üçün də mən artıq illərdir, 25 ildir ki, immunosupressiv dərmanlar içirəm ki, bu da immuniteti aşağı salır. Düşünün, bir antibiotik içirsən vəziyyəti düzəltmək üçün, bir də immuniteti salıcı dərmanlar içirsən və bu təmas bədəndə artıq reaksiyalara başlayır ki, kreatinin deyən bir formul var bədəndə və bu qalxmağa başladı. Mən də qan təhlillərimi edib həkimimə göndərdim. Türkiyədə salamlayıram dəyərli həkimim, professor doktor Mehmet Kambay. Dünya aləm ürəyi var bir həkimin, nə qədər özünə güvəni, öz savadına güvəni olar ki, bəzən burada belə bir qorxuya düşdüyüm bir anda bir mesajıma həmən gəl, mütləq çatmalısan dedi. Siz bilirsiniz artıq, siz görmüşdünüz bu mesajları. Və mən məcburiyyət qarşısında doktor həftə sonu gəlsəm, düşündüm ki, proqramlar çəkərəm, hazırlayaram, sonra gedərəm. Doktor sonra gəlsəm dedim, təcili gəl deyirəm sənə, belə bir mesaj göndərdi. Bunların hər biri paylaşacağım əslində. Çünki insanlarda, ay nə oldu bu xəstə idi, mən ömürlük Allah qorusun xəstə olmalıydım. Mən də sizin kimi bir həftə ərzində qrip olub yenidən işimə dönə bilərəm. Sadəcə mənim üçün bu ağır bir period keçir, ağır bir dönəm keçirirəm. Dediyim kimi bu xəstəlikdən dolayı. Yaza bilərsiniz, böyrək biopsiyası necə olur? Bircə kəlmə yazın, baxın, görün nədir, nə olur, neçə vaxtdan sonra işinə adapte ola bilirsən, qayıda bilirsən, işini görə bilirsən və proses necə keçir, nə qədər ağırlığı var, nə qədər məsuliyyəti var. Yəni, bütün bunları artıq dünya elə bir vəziyyətdədir ki, hər şey ovucumuzun içindədir. Hər kəs öyrənə bilər. Sadəcə ürək bulandırmaq, könül qırmaq, kimisə incitmək, kimisə belə həssas nöqtəsinə toxunmaq sadəcə olaraq insanlıqdan xəbəri olmayanların işidir ki, bizim də onlarla işimiz yoxdur. Sizin də Allah versin, bizə də Allah versin. Və çox sevdiyim, artıq illərdir özümü dərk edəndən, özümü tanıyandan həyat derzimə çevrilən bir sözüm var. Hər dəfə bunu deyirəm. Mənə deyəndə ki, kimsə danışdı, kimsə dedi, deyirəm ki, hər kəsin əməl kitabı öz əlindədir. İstər sağ əlində tutar, istər sol əlində tutar. Ona görə də Allah hər kəsin ürəyinə görə versin. İşimiz uğurlu olsun.